Xeyir olsun dəyərli müəllimlər. Bildiyiniz kimi bugün Təhsil Nazirliyi ilk dəfə sertifikatlaşdırma prosesinə hazırlaşan müəllimlərə nümunə suallar vermişdi. Gəlin bu nümunə suallarla tanış olaq. İlk öncə birinci sualımıza baxaq. Birinci sualımız inteqrasiya ilə bağlıdır. Qeyd edeyim ki, suallar o qədər də çətin verilməmişdi. Şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri araşdırır. Həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Verilən situasiya inteqrasiyanın hansı növünü müəyyənləşdirməyə xidmət edir? Bax, tarixi dövr deyir, tarix, dil normalları deyirsə Azərbaycan dili və mən burada hansı inteqrasiyanı görürəm? Yalnız fənlər arası inteqrasiyanı görmüş oluram. Cavab 1-də olacaq Y variantı. Sonra ikinci sualla davam edək. İkinci sualda isə nə deyir? Deyir, müəllim şagirdlərə tapşırır. Görək nə tapşırır? Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarəetmə formalarını müqayisə et, yaxşı, və hər dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandır. Mənbə, dəlil, fakt, fikri faktlarla əsaslandır. Əlbəttə ki, təhlil etmə mərhələsi olacaqdır. Bax, görürsünüz, taksonomiyadan 2 dənə sual payı düşmüşdür. Şagirdlər Azərbaycan tarixi şəxsiyyətlərindən birini seçir. Onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır. Bu fikri plakat üzərində rəng, simvol, kompozisiya vasitəsilə ifa edir. Neynir? Yeni yaradıcılıq ortaya qoyur. Yeni ideyalar verir. Bu da yaratmaq mərhələsini özündə əks etdirəcəkdir. Növbəti sualımız qiymətləndirmə ilə bağlıdır, əziz müəllimlər. Müəllim summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunələrini götürür. Lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Biz demişdik ki, qiymətləndirmənin prinsiplərindən uyğunluq, yəni validlik, etibarlıq prinsipi var. Validlikdə nədir? Keçilən mövzu ilə keçilməyən mövzunu biz əlaqələndirməməliyik. Nəyi keçirəmsə, onu həyata keçirdəcəm. Bu günləri bölmə daxili, bölmə ərzində keçdiyim mövzulardan imtahana sualları müəyyənləşdirəcəm. Keçmişə istinad etməyəcəm, keçmədiyimdən suallara da toxunmayacam. Ona görə burada uyğunluq, yəni validlik prinsipi pozulmuşdur. 5-ci sual. Verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Gəl baxaq. Müəllim valideynləri müntəzəm olaraq sinif fəaliyyətləri, tapşırıqlar və gözləntilər barədə məlumatlandırır. Müntəzəm nədir? Davamlı olaraq. Bu doğrudur. Müəllim valideynə bildirir ki, onun övladının təlim-tərbiyyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Bəli, əməkdaşlıq var. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Bəli, sövq edir də, cəlb edir müəllimləri. Bu da doğru. Müəllim valideynləri övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşməyə təşviq edir. O da gözəl, yəni yenə cəlb edir. Müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideynlərə metodik resurs. Metodik resurs təhsil verənə aiddir. Valideynin metodik resursla nə işi var? Əlbəttə ki, aid olmayacaq Y variantı. Metodik vəsait mənə lazımdır, müəllimə. Valideynin təlim nəticəsinin işi yoxdur. Valideyn mənim dərs keçmə metoduma qarışa bilməz. Dərs keçmə metodu mənim hüququmdur. Metodik vəsait mənə aiddir. Növbəti yenə məktəb valideyn münasibətinə aid. Valideynlə məktəb münasibətini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Yenə görək, nə edirik? Valideynləri məktəb mühitində iştiraka təşviq etməliyik. Bəli, bu doğrudur, cəlb edirsən. Münasibətləri yalnız akademik nəticəli. Hə, bax, artıq burada yalandır. Yalnız akademik nəticələrə əsaslanaraq. Bax, müəllimlər, rəy bölməsində yazın, mənə maraqlıdır. Biz dərslərimizdə demirdiyimi, şagirdlərin nəticəsini yalnız akademik göstəriciyə fokuslamayaq. Yalnız deməyək, elə 5 alıb kifayətdir. Bəs əməkdaşlıq, bəs həyati bacarıqlar, bəs bir-birini dinləmək, ona görə də yalnız akademik nəticələrə əsaslandırmayacaq. Müntəzəm rəy və informasiya paylaşmaq. Əlbəttə ki, davamlı olaraq biz məlumat verməliyik. Müntəzəm olaraq valideyn görüşlər təşkil etmək. Desək ki, tez-tez valideyn iclası, tez-tez, o zaman deyərdin ki, yox, bu səhvdir. Müntəzəm, davamlı olaraq deyir, doğrudur. Burada olacaq cavab B variantı. 7-ci sualdan davam edək.
Müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşlarını bullyingə məruz qoyur. Aktual mövzulardan biri bullyingdir. Yaxşı. Baxaq bir dəqiqə. Hə. Deyir ki, belə ki, tez-tez onun əşyalarını gizlədir. Yoldaşları arasında xətirdə dəyən sözlər deyir. Problemin həlli üçün sinif rəhbərinin atacağı hansı addım effektiv olar? Deməli, bullying baş verir. Görək müəllim neyniyər? Bullying edən şagirdi çağırıb danlamaq. Niyə danlayırsan, mühakimə edirsən? Olmaz. Həmin sinifdə dərs deyən müəllim, valideyn şagirdlərlə görüşmək bu prosesin nə üçün? Niyəsin, səbəbin niyə soruşursan ki? Sən bunu aradan qaldırmağın yollarını tapmalısan. Bullyingə məruz qalan şagirdə görüşüb ona güclü olmağı tapşırmaq, yox, sən aradan qaldırmalısın axı, olmaz. Məktəbin valideynləri, müəllim, psixoloq ilə görüşmək, ümumilikdə məktəbin psixoloji emosional mühitini yaxşılaşdırmaq baxımından addımlar atmaq, sinifdə dərs deyən müəllimləri və məktəbin psixoloqunun məsələnin həllinə cəlb edib, sinifdə mənəvi dəyərlərini inkişaf etdirmək. Bax, biz demişdik ki, bullyingi aradan qaldırmağın yolları var, düzdür. Mənəvi dəyərləri formalaşdırmaq ən məqsədə uyğundur. Y variantı olacaq 7-də. Sonra, dərs zamanı bir neçə şagird tez-tez zarafat edir, biri-biri ilə danışır, sinifə diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddət sakitləşsələr də davranışlar yenidən təkrarlanır və yenidən təkrarlandığına görə müəllim neynir? Onların bir qismini dərsə fokuslaya bilmir. Bu vəziyyətdə müəllimin ən məqsədə uyğun davranışı hansıdır? A variantına baxaq. Əsas diqqət həmin şagirdə yönəltmək, yox, şagird dərs pozuntusuna yol verir. Sinif qaydalarını xatırlatmaq, bəli. Burada vaxtı düzgün şəkildə idarə etmək lazımdır ki, vaxta qənaət edərək sinif qaydalarını biz nə edirik? Xatırladırıq. Cavab olacaq B variantı. 9. Bir şagird qrup işində lider rolunu oynayır, lakin digər qrup üzvləri ilə münasibəti pisdir və bu qrup işinin gedişatına mənfi təsir göstərir. Müəllim problemi necə həll etsə daha effektiv olar? Məşhur iş formalarından qrup işi. Deyir, şagirdin liderlik rolunu dəyişdirmək. Yox, rolu əlindən ala bilmərsən, artıq iş proses baş verir, baxı, vaxt etkisi olacaq. Bir də ki, əgər sən rolu əlindən alarsansa, bu əksinə onun düzgün olmayan münasibətini daha qabarıq şəkildə göstərəcək. Qrup üzvlərinə mübahisələri həll etmək yollarını birbaşa göstərmək, bu da olmayacaq. Sən onun özünə şərait yaratmalısan. Şagirdə liderliklə bağlı yönəldici suallar vermək, bəli, bu doğrudur. Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlamaq, bu da doğrudur. Cavabımız olacaq 3, 4. Y variantı. Cədvələ əsasən uyğunluğu müəyyənləşdir. 1. Şagirdi fasilitasiya etmək, ona kömək etmədən tapşırıqların icrasına təmin etmək deməkdir. Yanlışdır. Fasilitatorluq şagirdə istiqamət verməkdir. Bax, bu nədir? Yanlış yanaşmadır. 2. Şagirdlərdə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlara məntiq xətalarını izah etmək lazımdır. Əslində, müəllimlər, bu yanlış yanaşmadır. Biz şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün məntiq xətalarını inkişaf elətdirməli deyilik də. Məntiq xətaları nədir? Düzgün olmayan mühakimədir. Məntiqi təfəkkür nədir? Problemin sadə həll yolu, kökü ailədən formalaşır. Yəni, məntiqi təfəkkürü formalaşdırmaq, məntiq xətalarını inkişaf etdirmək deyil. Və yaxud da ki, məntiq xətalarını bilmək, məntiqi təfəkkürü formalaşdırmaq deyil. 2 də yanlışdır. Şagirdin maraq və isteklərini summativ qiymətləndirmədə nəzərə almaq, effektiv müəllim-şagird münasibətlərinin qurulmasına şərait yaradır. Yanlış yanaşmadır. Niyə görə? Çünki biz summativ qiymətləndirməni həyata keçirdərkən müəllim-şagird münasibətinə əsaslanmırıq ki, summativ qiymətləndirmə keçdiyimiz bölmə daxili, bölmə sonunu əhatə edir və sualları müəyyənləşdirərkən biz çətinlik dərəcəsini əsas tuturuq. Müəllim-şagird münasibətin yox və yaxud da ki, müəllim-valideyn. Bu da yanlışdır. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirməyə imkan verir ki, bu da yanlış yanaşmadır. Çünki şagird müşahidə edərkən izləyir, dinləyir,
Məsələn, emosional taksonomiyanı desəydi qəbul etmə mərhələsini bəlkə o doğru olardı. Ona görə də avtomatik olaraq hər biri yanlışdır və mən burada cavabı 3-dən 4 götürəcəm. Əziz müəllimlər, düşünürəm ki, suallar sizə aydın oldu. O qədər də çətin suallar deyil. Və qeyd edim ki, əslində 7 dənə sual bütün fənlərə aiddir. Sadəcə olaraq inteqrasiya və taksonomiya hərənin öz ixtisasına uyğun verilib. Mən bugün çalışdım ilk öncə tarixlə bağlı olan məlumatları verim və digər ixtisasla bağlı taksonomiya və inteqrasiya suallarını da izah edib bir-bir qruplara göndərəcəm və sizdən xahiş edirəm kanala abunə olun, fikirlərinizi bildirin ki, imtahan ərəfəsində daha çox sizə dəstək olaq və siz də bunlardan faydalanıb yararlana biləsiniz.